belədir. Musa Peyğəmbər gedir, şeytan düşüb dalıcan gedir. Bu halda deyir ki, mələkələrin biri səslədi Musa Peyğəmbəri. Dedi, bil ki, o gəlir. Şeytana da dedi, hara gedirsən? Bəyə Musa Peyğəmbərə ümidin var sənin? Şeytan dedi, bəli, ümidin var. Onun atası Adəmi mən cənnətdən çıxartmışam. Atası Adəmi cənnətdən çıxartmışam. Buna da ümidin var, bəli. Musa Peyğəmbər dayanmadı, getdi. Bu da deyir ki, gəlib şeytan, deyir ki, ya Musa, istəyirəm sənə bir neçə dənə nəsihət deyəm. Musa dedi, istəmirəm mən sənin nəsihətlərini. Cəbrəil xitab etdi, dedi, ya Musa, qulaq as, yaxşı sözləri var sənə. Qulaq as, sənə nəsihət eləsin. Şeytan başladı öz nəsihətlərin Musa Peyğəmbərə bəyan edir. Nə deyir? Dedi, 6 dənə sənə söz deyəcəyəm. Bu 6 dənə nəsihətlərimə əgər baxdun, sən piruz, fatih, müvəffəqsən. Buyur. Birincisi dedi, budur. Musa, hər vaxt istədin sədəqə verəsən, məni yadıva sal. Hər vaxt istədin sədəqə verəsən birinə, bir yoxsula istirsən sədəqə verəsən, məni yadıva sal. Nə ilə yadıva salın mənası nədir? Deyir ki, yanı yubatma. İstəmirsən sədəqə verəsən, sabaha saxlama. Bir saat bundan sonraya saxlama. Tez ver, yubatma. Əgər yubatson, mən axırda bicür eləyəcəyəm ki, sən onu verməyəsən. Əgər yubadasan, o qədər ürəyivə girib vəsvəsə eləyəcəyəm, axırda sənin fikri yayındıracağım. Day verməyəcəksən o sədəqəni. İstədin sədəqə verəsən, dayanma, apar ver. Görürsən, bəzən adam qərara gəlir, bir məsələn hədiyyə versin, birinə bir ehsan eləsin. Sonra görürsən, ürəyinə gəlir, yox, bunu vermə ayrısın ver. Görürsən, insanın içərisində bir müzakirə gedir, bir mübarizə gedir. Şeytan onu deyir, elə ki istədin birinə sədəqə eləyəsən, onu yubatma, az da olsa, deyir, yubasson, bil ki, mən axır bicr eləyəcəyəm ki, sən onu eləməyəsən. Bu bir. İkincisi budur, əgər naməhrəm arvadına xəlvət oldu, bir otaqda xəlvətdə oldun, məni yadından çıxartma. Əgər bir kişi, bir xanım xəlvət otaqda oturdular, deyir, əgər məni yaddan çıxarsalar, mən axır onları çəkəcəyəm. O yerə ki, onlar heç özləri də əvvəldə istəmirdilər. Deyir, bax, ondan qaç, heç vaxt bu işi görmə. Məni yadıva salın mənası budur, yəni heç vaxt naməhrəm xanımla bir otaqda oturma. Bir mənzildə oturma, gedərsən, danışarsan, yavaş, axır görərsən, səni yoldan çıxartdı, əvvəldə olmur ki. Girir vəsvəsə eləyir insanın ürəyinə, ta yavaş çəkir aparır, deyir, mən aparıram, fitniyə çıxardaram səni, belənci bir halda. Bil ki, əgər siz 200 naməhrəm oturdunuz orada, bilin ki, üçüncüsü mənəm, mən oradayam. Bu 2. Üçüncüsü budur. Hər vaxt qəzəbləndin, əsəbləndin, nerv qalxdı,
100'ə, deyir, onda məni yaduğa sal. Deyir, yadından çıxartma məni. Yadından çıxarsan, mən o halda mən üçün ən yaxşı fürsətdir. İnsanı apararam, o işlər görər ki, qəzəb halında, sonra peşman olar. Deyir, qəzəbləndin, bil ki, mən oradayam. Məni yadından çıxartma. Arzım budur ki, Adəmin balaları qəzəblənsin. Qəzəb halında onları mən nə istəsəm eləyə bilərəm. Bu 3 yaxşı nəsihətlərdir bunlar. 4-cüsü nədir? O şeylər ki, Allah haram eləyib, onlara yaxınlaşma. Əgər yaxınlaşsan, mən axırda bücür eləyərəm, vadar eləyərəm ki, o haramı eləyərsən. Bildin ki, haramdır, çıx get. Dayanıb fikirləşmə. Haramdır, vəssalam. Harama fikirləşmə. Əgər fikirləşsin, iradəyi sındırıram. Axırda o günah ki, o haram ki, sən ondan əvvəldə qaçırdın, mən axırda apararam, çıxardaram ora. Bildin haramdır, uzaqlaş. Dayanma orada. 5-cisi nədir? 5-cisi də budur ki, günahın fikrin başından çıxart. Əgər günahı öz beynində saxladın, ona fikirləşdin, bil ki, mən qızışdıracağam səni. Axırda aparı, məsələn, oruçluqdur. Yiyim, yemiyim. Yiyim, yemiyim. Fikirləşir. Hələ beynindədir. Deyir, beynüvə ki, saldım bunu, axır mən səni bücür eləyəcəyəm ki, yiyəcəksən orucu. O orucu qoymaram axşama çıxa. Əgər sən o hala qaldın. Bir haram var, ona gedim, getməyim. Qalıbsan, haramı beynində fikirləşirsən. Baxıbsan naməhrəmə, cəmalının şəkili düşüb ürəyindədir. Özü çıxıb gedib. Şəkil ürəyindədir. Ürəyində onu fikirləşirsən. Deyir, əvvəldə onu çıxart beynindən. Əgər beynindən çıxartmasan, mən qızışdıracağam. Elə qızışdıracağam səni, gecə yarısı, qışın günündə, soyuqda, heç kim evindən çıxmaz, mən səni bir cür qızışdıraram ki, evdən çıxıb gedərsən o günaha. Elə ki, gördün, beynüvə bir günah düşüb, onu əvvəldə çıxart. Saxladın, bil ki, axırda düşəcəksən o günaha. Bu 5 dənə. İstədi 6-cısın deyə, Cəbrail dedi ki, Musa, dayanma get. Dayanma get. 5 dənəni eşitdin bəsündür. Niyə? Dedi, bu 5 dənəni deyib o 6-cısına görə. 5 dənə düz söz sənə deyib, 6-cısında istəyir səni yoldan çıxarda. O 6-cısına qulaq asma. Yəni, bax, belə bir düşmandır. Belə qarışdırır ki, belə insana bəziyir ki, belə insanın gözünün qabağında onu gözəlləşdirir, adam fikirləşir ki, hə, nə olar? Ondan sonra yavaş-yavaş görürsən, rəğbəti çoxaltdı. Elə ki, rəğbəti çoxaltdı, elə ki, saldı günaha, ondan sonra yuxudan ayılırsan, görürsən ki, vay, ölən mənimsən. Bilirsən ki, nə böyük günaha düşübsən. Ona görə də deyir ki, Peyğəmbərlərin biri soruşdu şeytandan. Dedi ki, nə səbəb olub ki, sən belə özüyü də təhlükəyə salıbsan, cəmaatı da təhlükəyə aparırsan. Nə olub sənə? Halbuki sən bilirsən ki, bu işlərin axırı cəhənnəmdir. Bilirsən bunu. Özüyü də təhlükəyə salıbsan, kim də əlüvə gəlir, çalışırsan, yoldan çıxardasan, bilirsən də ki, axırı cəhənnəmdir. Çünki Peyğəmbərlərə o başqa söz deyə bilmirdi. Onlar soruşanda bu cavab verirdi.
Dedi ki, əgər, hədis belədir, deyir, əgər məni iki yolun ayrısında qoyalar, biri budur ki, dünyanın hamısını verələr mənə, ma tələət əleyhi şəms, dünyanın hamısını verələr mənə, qoyalar tərəzinin bir gözünə. Amma bir nəfəri yoldan çıxartmağı da qoyalar tərəzinin bir gözünə. Mən onu götürəcəyəm. O ləzzəti ki, mən Adəmin balaların yoldan çıxardanda, o ləzzəti ki, mən özümdə hiss edirəm, dünyanın heç yerində o ləzzət mənə yoxdur. Adəm Peyğəmbərin balaları, Bəni Adəm ki, yer üzərində yaşayırlar, bunları yoldan çıxartmaq mənim arzımdır. Bunların birin yoldan çıxartmaq mən üçün ləzzəti dünyanın hamısından çoxdur. Ona görə Pərverdigar aləm deyir, bax sizin belə bir düşmanınız var, o sizin dalınızdan gəzir, o sizi yoldan çıxartmağa çalışır, siz də çalışın ki, necə o müqavimət eləyir sizi yoldan çıxartmağa, siz də müqavimət eləyin, onun siz hilələrindən allanmayasınız və yoldan çıxmayasınız. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah, ya Allahu.